Bugün wireframe keçəcəyik. Wireframe nədir? Wireframe ilkin olaraq bizim dizayn edəcəyimiz saytın, belə loğru dildə desək, cızmaqara versiyasıdır. Vərəqdə hazırlayırıq. Wireframe özü 3 yerə bölünür. Low wireframe, mid wireframe, bir də high wireframe. Məsələn, gəlin burada low wireframe yazaq. Nümunələri göstərək sizə. Baxın, bu low wireframe'dir və bu dizaynın son versiyasıdır. Yəni, belə deyim də, low wireframe-dən gəlir, mid wireframe, sonra high. Hətta dizaynın özüdür bu, heç high wireframe-də deyil. Yəni, vərəqdə cızmaqara versiyada hazırladığımız low wireframe-dir. Sonra bunun OK-ni alandan sonra, hansı ki OK-yi kim verirsə, sifarişçi, qarşı şəxs ola bilər, hansısa bir şirkət ola bilər. Ondan sonra mid wireframe-ə keçirik. Mid wireframe-də artıq kiçik bu tip xanalardan, inputlardan, butonlardan falan istifadə edirik. Klikləyək açılsın. Onun mid wireframe-idir. Artıq üzərində daha çox əziyyət çəkilib işlənir. Artıq vərəqdə yox, bu Figma-nın daxilində yığılır. Sonra bu high wireframe gəlir. High wireframe artıq burada əvvəl ancaq cızmaqara idi. Sonra inputlar, butonlar falan yerləşdirilir. Artıq burada high wireframe-də şəkillər falan da yerləşdirilir. Hər şey OK olandan sonra başlayırsınız üzərində şəkilləri yerləşdirməyə, yazıları yerləşdirməyə, inputlara falan rəngləməyə. Baxın, bu tip şəkilləri falan yerləşdiririk. Bu olur bizim high wireframe-imiz. Bilməm, wireframe-i necə təsəvvür edib göstərə bilərəmsə, o internet zəif olanda sayt yüklənir, amma boz rəngdə kvadratlar falan olur. Sonra onlar internet gəlində dolur. Və o wireframe-dir. Və mid wireframe, low wireframe-də o. İndi sizin tapşırığınız necə olacaq? Wireframe hazırlayacaqsınız web sayt üçün. Bir dənə mövzu seçəcəyik qrup şəklində və siz aranızda böləcəksiniz. Biri homepage eləyəcək, biri giriş və ya qeydiyyat hissəsini eləyəcək, nə bilim, biri about hissəsini eləyəcək, biri səbət hissəsini eləyəcək. İndi saytın mövzusuna asılıdır. Məsələn, elə mövzu seçə bilərsiniz, orada səbət, qeydiyyat falan yoxdur, amma eləsində olan alış-veriş e-commerce saytlarında var. Səbət, qeydiyyat hissəsi, like hissəsi, home hissəsi. İndi biz Figma-nı açırıq. Low wireframe-i özünüz əldə qeyd edəcəksiniz və onu köçürəcəksiniz bu tip Figma-ya. Burada dizayn açırıq. Klikləyirik buradan. Burada bu bizim işləyəcəyimiz sahədir. Bu ekranda demək olar ki, biz dizayn, bütün alətlərdən dizayn müddətində istifadə edəcəyik. Bunu dayandırım, bu açılana qədər başladıq. Davam eləyir. Bura bizim işləyəcəyimiz sahədir. Gördüyünüz kimi boşdur. Sol tərəf sidebarda page'lər var, bir də layer'lar var. Biraz məsələn Photoshop, Illustrator və dizayn bilənlər. Qırmızı yəni rekord gedir. Stop olanda deyək. Bu sol sidebarda bizim faylımız və faylın daxilindəki layer'lardır, page'lərdir. Onları bir-bir keçəcəyik. Burada aşağıda alətlər, toolbar da deyirlər, alətlər panelində deyirlər. Sağ tərəfdə də bizim artıq xüsusiyyətlərimiz. Hansısa bir fiqura, obyektə klikləyəndə onun X, Y oxu üzərində yerləşməsini, bucağını göstərir, kənarında round varsa onu göstərir, rənglərini göstərir. Baxın, buradakı rəng ilkin olaraq bu background-un rəngidir. Siz özünüzə uyğun burada rəngi istədiyiniz kimi seçib işləyə bilərsiniz. Məsələn, eləsi var, deyir ki, mənim gözüm o rəngi götürmür, ağrıdır falan. Buradan rəngi dəyişə bilərsiniz. Gəlirik bizim burada select toolumuz var. Select tool, daha doğrusu move tool. Move tool nədir? Figcəmdəki kimi hansısa bir fiquru hərəkət elətdirmək, böyüdüb kiçiltmək üçündür. Burada hand tooldur, scale tooldur. Hand tool da işin daxilində gəzmək üçündür. Scale toolu obyektlərdə, şəkillərdə istifadə edəcəyik. Ölçüləri böyüdüb kiçiltmək üçündür. Burada bizim ən çox istifadə edəcəyimiz, baxın, bu frame var. Bütün dizaynlarımız bunun daxilində yığacağıq. Klikləyən kimi, frame-ə klikləyən kimi sağ tərəfdə baxsaq, sidebarda adlar gəlir. Telefon, tablet, desktop, prezentasiya, saat, çap üçün, sosial media və ya Figma community üçün falan adlar gəlir. Bizi hələ ki desktopda işlədik. Desktop nədir? Kompüter ekran ölçüsüdür. Burada da siz MacBook Air Pro 14 inç,
və yaxud desktop, wireframe hansını siz seçə bilərsiniz. Amma biz qlobalda ən çox istifadə etdiyimiz, əgər Mac üçün yığmırıqsa, Mac istifadə eləmirsinizsə, burada desktop seçirik 1440. Burada desktopu seçdik. Wireframe də seçə bilərsiniz. Baxsınız ki, ikisinin də ölçüsü eynidir. Fərqi yoxdur. Siz wireframe seçin. Seçdik. Baxın, bura bir dənə panel yerləşdi. Bir dənə desktop frame yerləşdi. Və biz bu frame-ə klikləyəndə bunun bütün xüsusiyyətlərini görürük. İndi nə edəcəyik? Biz bura grid yerləşdirəcəyik. Grid nədir? İndi onu başa salacağım. Klikləyirik. Baxın, burada layout grid var. Layout guide. Klikləyirik. Baxın, klikləyəndə deyirlər, setka kimi bir dənə grid düşür. Bundan biz istifadə eləməyəcəyik. Bu çox kiçik işlər üçün, detallı işlər üçün istifadə olunur. Burada nə edirik? Burada columns-ı seçirik. Columns nədir? Sütunlar şəklində. Və biz bunu 16 seçirik. Bu 16 seçməyimizin səbəbi odur ki, və burada marginimizi 8-ə bölünən və ya 4-ə bölünən, 4-ə və 8-ə bölünən ən böyük deyimim orta rəqəmlər. Məsələn, 32 qoya bilərsiniz, sonra 8-ə bölünən 40, sonra 48 qoya bilərsiniz, sonra 54 falan, 56 falan qoya bilərsiniz. Tamam, belə də 4-ə 8-ə bölünən. Məsəl üçün 12 yerləşdiririk, daha doğrusu 16 yox, 12 yerləşdirdik. Burada məsəl üçün 32 də qoya bilərsiniz, 40 da qoya bilərsiniz. Məsələn, qoyuruq 32. Bunu da bunu 72 qoyaq. Marginlərimizi, kənar hissədə boşluq çox olsun. Bunu 32 qoyaq. Aha. İndi bunlar bir-bir başa salacağım. Columns burada sütunların sayıdır. Margin kənardakı boşluqlardır, hansı ki biz bura heç bir şey əlavə eləməyəcəyik. Saytın daxilində olan bütün reklamlar bu margin üzərində yerləşir. Əgər biz dizaynımızı margin üzərində yığsaq, reklam veriləndə düz bizim dizaynımızın üstünə düşəcək. Ona görə biz bu sağ-sol tərəfdəki ağ hissələrdə heç nə yığmırıq. Aha, qatır nədir? Baxın, buradakı columnsların, sütunların arasındakı məsafə 32. İndi deyəcəksiniz ki, biz niyə 4-ə 8-ə bölünən eləyirik bunu? Çünki bu desktop ölçüsüdür və biz bunu yığcamlaşdıranda planşet ölçüsünə və telefon ölçüsünə yığcamlaşdıra bilərik. Və desktop ölçüsündə say 8 olur burada, columnsların sayı. Telefonda isə 4 olur columnsların sayı. Və bizim buradakı bütün rəqəmlərimiz 4-ə və 8-ə bölünəndə bizim yığdığımız dizayn telefonda və ya tabletdə açanda, o yığılanda heç bir kəsilmə olmayacaq. Məsələn, bunu qoysaydıq 70, bu 4-ə və ya 8 columnslı, mən belə deyəm, planşetə və ya telefon ekranı ölçüsünə yığılsa, məsələn 70 olanda kənarda 2 piksellik kəsilmə olacaq dizaynımızda. Amma 8-ə 4-ə bölünən seçəndə biz planşetə və ya telefon ölçüsünə yığanda bizdə heç bir kəsilmə olmayacaq. Çünki tamla alınır və dizaynımız yığılacaq. Burada stretch və center gridlər var. Right left-də var. Light left-i çox istifadə edirik. Xüsusi sifariş olanda ondan istifadə edə bilərik. Amma ən çox bizim istifadə edəcəyimiz center və stretchdir. İndi bunların fərqini sizə başa salacağım. Aha, burada da 72-ni seçirik. Aha, düzəldi. 72 və 32. Bunları yadda saxlayın və istədiyiniz rəqəmləri bura yerləşdirə bilərsiniz, amma 8-ə 4-ə bölünən olana biraz diqqət yetirmək lazımdır. 8-ə və ya 4-ə bölünsün. Aha, indi bunu bağlayırıq. Burada center'ı seçdik. Center nədir? Stretch nədir? Baxın, center'ı seçmişəm. İndi desktopu böyüdüb kiçildəcəm. Müxtəlif ekran ölçülərinə salacağım, belə deyək. Baxın, mən bunu böyüdüb kiçildəndə margin böyüyür və ya kiçilir, amma bizim, yəni konteyner hissəm, baxın, bu columnslar olan hissə bizim konteyner hissəmizdir. Bütün kontentlərimizi bunun daxilinə yığacaq. Yəni, buradan sola və ya buradan sağa heç nə yığmayacaq. Sadəcə bu columnslar olan hissədə. Columnslarda biz nizamlamaq üçün, aralardakı məsafəni ölçmək üçün, düzgün olmaq üçün istifadə edirik, nizamlı olsun deyə. İndi center'ı seçdik, baxın, ancaq marginlərdə kəsilmə olur, heç bir dəyişiklik olmur bizim konteyner hissəmizdə. Əgər bunu dəyişsək, bunu eləsək stretch, baxın, indi stretch eləyəcəm. İndi mən bunu böyüdüb kiçildirəm. Mən böyüdüb kiçildikcə bizim konteyner hissəmizdə böyüyür və ya kiçilir. İndi bunlara nümunə kimi sizə bir-iki dənə sayt göstərim. Baxın, gəlin tapazı yazaq. Tab.az. Bu center'da yığılıb. Center'da yığılma nədir? Sadəcə marginlər. Baxın, bunlar marginlərdir. Görürsünüz, burada dizayn yığmayıblar ki, bura reklamlar yerləşəcək və yaxud müxtəlif, baxın, düşdü reklamlar hətta. Müxtəlif ekran ölçülərinə düşəndə burada kəsilmə olmasın. Saytın daxilində kəsilmə. Baxın, indi bu bizim ölçümüz, bunu full eləyəndə bu oldu desktop ölçüsü. Hatta buradan da biraz böyüdüm.
İndi biz bunu kiçildirik. Tutalım ki bunu planşet və ya telefon ölçüsünə salırıq. Baxın, marginlər kəsilir, amma konteyner isə mərkəzdə olduğu kimi qalır. Və buradan kiçik ekran ölçüsü yoxdur. Buradan kiçik başlayır bizim hissəmiz kəsilməyə. Dizayn hissəmiz kəsilməyə, konteyner hissəmiz. Amma bunu böyüdəndə konteyner qalır. Baxın, ancaq margin kəsilir, dizayn konteyner isə heç nə olmur. İndi keçək, bu centerdir. Yəni dizayn mərkəzdə qalır, bütün kəsilmələr margindən gedir. İndi keçək stretchə. Dribble. Baxın, bu da stretchlə yığılır. Baxın, mən indi stretchdə sizə göstərdim, konteyner isə enlənirdi və ya yığılırdı. İndi biz bunu başqa ekran ölçülərinə salırıq. Bax, kiçildirik. Baxın, biz kiçildikcə dizaynda başlayır yığcamlaşmağa. Dizayn başlayır dəyişməyə. Baxın, getdikcə kiçilir. Və bu centerdir. Daha doğrusu stressdir, üzr istəyirəm. Bu stresslə yığılandır. Baxın, mən böyütdükcə dizaynda dəyişir. Marginini saxlayır sağdan soldan. Dizaynı da yığcamlaşdırır. Ekran ölçüsünə uyğun yığcamlaşdırır. Baxın, belə. Stretch budur, centerda tapazdır. İndi siz hansını istəyirsiniz seçə bilərsiniz. Eyni məntiqdir. Birində dizayn yığılır, birində də ancaq marginlər kəsilir, dizayn olduğu kimi qalır. Aha, bunu keçdik. İndi gəlirik, baxaq, buradan əlavə nəsə yox. Burada başqa nəsə yoxdur. İndi keçirik, biz wireframe'ləri necə hazırlayacağız. Biz orada gördük ki, figurlardan istifadə olunur, rənglərdən istifadə olunur, butonlardan falan istifadə olunur. Birinci bu toolları keçim. Aha. Burada section sizə figzəmdə göstərdiyim kimi sectionları ayırırıq. Bunu keçəcəyik dizayn mərhələsində. Biz məsəl üçün bir dənə section yaradacağıq. Məsələn, əlavə eləyək bura. Tutalım ki, siz bir dənə homepage yığacaqsınız. Homepage'ə aid bütün sectionları, daha doğrusu səhifələri bu sectionın içine yığacaqsınız və buna yazacaqsınız homepage məsəl üçün. Və bunu proqramçıya ötürəndə proqramçı bir də baxacaq ki, home ayrı yığılıb, about ayrı section içindədir, qeydiyyat ayrı, dashboard ayrı və onu başlayacaq ayrı-ayrı kodlarını yazmağa. Bir var ki, qarışıq, bütün desktoplar bir-birinin içində olsun. Bir də var ki, burada sectionlara ayrılmış olsun. Sonra gəlirik, burada bizim ən çox istifadə edəcəyimiz toollardan biri Rectangle wireframe-də çox istifadə edilir. Bunun daxilində bizdə line var, line xəttdir. Məsələn, yaxınlaşdıraq. Gəlirik buradan, çəkirik. Baxın, kənara kliklə. Aha, bir dənə xətt düşdü. İndi biz bunun qalınlığını təyin edirik. Məsələn, buradan 2 eləyirik. Hətta gəlin 5 eləyək. Qalınlığı oldu 5. İndi biz bunu inside və outside. Deyir ki, inside nədir? Bunun qalınlığı içə doğru olur. Outside çölə doğru olur. Bu da center. Həm mərkəzdən, həm də daxildən qalınlaşır. Və biz bunu artırdıqca, baxın, mərkəzdən qalınlaşır. Amma gəlin bunu eləyək inside. İndi içə doğru qalınlaşacaq. Dəqiq bu şeydə olacaq desən, figurda. Nə figurda göstərmişsən? Bu dördbucaqlığını atdıq. İndi məsəl üçün stroke əlavə edirik buradan. Stroke əlavə eləyəndə buradan inside-ı seçdik. İndi qalınlığını artırırıq. Baxın, inside-ı içə doğru qalınlaşır. Bunu eləsək center artırsaq, həm mərkəzdən, həm də kənardan qalınlaşacaq. Məsələn, outside versək, ancaq kənara doğru qalınlaşacaq. Mərkəzə doğru heç nə olmayacaq. Bunu indi buradan ləğv eləyə bilərik. Baxın, bu bizim atdığımız figurdur. Buradan istədiyiniz figuru götürə bilərsiniz. Ellipsdir, stardır. Burada klikləyəndə kompüterin daxilindən şəkil və ya video yükləyəcəksiniz. Buradan seçirsiniz, şəkil və ya video yüklürsünüz. Qısa yolu Ctrl-Shift-K-dır. Əl cəlliyi üçün Ctrl-Shift-K-ya basıb aça bilərsiniz. İndi gələk biz bura. Bu pen tool'dur və ya pencil tool var bunun daxilində. Pen tool. Pen tool nədir? Məsələn, dizaynerlər yaxşı bilir ki, qrafiklər falan. Buradan figurlar çəkə bilirsiniz. Gəlir, bir ucunu bura yerləşdiririk, o bir ucunu da məsələn bura yerləşdiririk. Məsələn, belə əyirik. Görmürsünüz, saytlarda bəzən qəribə figurlar olur, qəribə şəkillər olur. Məsələn, kliklədik. Məsələn, buradan bağlayırıq, X-ə basırıq. Bu oldu bir figur. Gəlirik, enirik aşağıdan. Fill var burada. Fill nədir? Daxilinə rəng vermək.
Klikləyirik. Baxın, daxilinə rəng düşdü. Buradan da rəngi istədiyimiz kimi seçə bilirik. Belə. Sonra Pencil Tool'da belədir. Gəlirik buradan istədiyimiz kimi fiquru seçirik. Buraxdıq. Bura istədiyimiz kimi rəng verib fiqur halına sala bilirik. Məsələn, gələk fill verək. Düşdü. Daxilinə rəng düşdü. Oldu bir fiqur. Əl qabiliyyətiniz varsa işə yarayır. Bu bizim text tool'umuzdur. Yazılar yazmaq üçün. Klikləyirik buradan. Məsəl üçün gələk ölçüsünü böyük eləyək. Məsələn 40 eləyək elə ki. Qısa yolu T'dir. Yazıram məsəl üçün. Salam yazdım. Baxın burada indi bizim typografi başlığı altında bütün nə axtarsanız sağ tərəfdə tapacaqsınız. Typografi başlığı altında məsələn şriftin adı Inter'dir. Bunu istədiyimiz kimi dəyişə bilərik. Məsələn üçün bir dəqiqə seçin bunu. İstədiyimiz kimi dəyişə bilərik. Buradan seçə bilərsiniz. Məsələn gəlirik bunu şrifti dəyişdik. Bu regular. Light daha incə, regular ondan biraz qalın, medium orta, semi bold yarım qalın, bold qalın, extra bold daha da qalın, black yəni tam qalın da, yəni ən qalın variant budur. Black də ən qalın variantıdır. Burada line height'lar var. Məsələn sətirlər olanda bunlar sətirlər arasındakı məsafədir. Bunlar hərflər arasındakı məsafədir. Məsələn üçün gəlib bunu artırsanız hərflər arasındakı məsafəni artıracaqsınız. Bu yazı soldan, mərkəzdən və ya sağdan gəlin bunun text box'unu uzadaq. Baxın mərkəzi seçmişik deyə bu mərkəzdədir. Sola seçsək sola, sağa seçsək sağa nizamlanacaq. Dizayn dilində align deyirik buna, align olacaq. Bu da yazının üstə doğru, mərkəzə və ya aşağı doğru align olmağını seçirik. Məsələn gəlin bunu aşağı elədik. İndi bunu uzadırıq. Baxın aşağı doğru. İndi bunu mərkəzə edirəm. Mərkəzə eləyəndə mərkəzə, üstə eləyəndə üstə qalxır. Burada əlavə parametrlər var. Dəqiqə. Burada klikləyirik, əlavə parametrlər var. Bunların hamısını ayrı-ayrılıqda dərs kimi keçəcək. Şrift dərsi, rəng dərsi, effekt hamısını keçəcək. Yəni bir dərs bu deyil yəni. Prosta məlumatınız olsun deyə çətinlik çəkməyəsiniz. Bu elə ki buradakı parametrlərin daha geniş versiyasıdır. Nədir? Altından xətt çəkilsin, üstündən xətt çəkilsin, nə bilim o mərkəzdən nizamlansın, bütün hərflər böyük yazılsın, bütün hərflər kiçik yazılsın, sadəcə baş hərfi böyük yazılsın və ya baş hərfi və digər hərflər böyük yazılacaq. Dəqiq bu mətnlərdə olur sadəcə. Bütün başlayanda sətirlərin baş hərfi böyük olur. Aha, bu da belə. Mərkəzdən və yaxud üstdən boşluq veririk. Bu nədir? Stil veririk, yəni list formasına salırıq, siyahı formasına salırıq. Burada listlər arasında boşluğu məsəl üçün artırıb 5, 10, 8 falan nə siz qoya bilərsiniz. Bura klikləyirik. Bax burada bilsiz nədir? Tamam ki siz böyük gəlin yazaq. Bunu bu formadan çıxaraq məsəl üçün. Aha. Baxın, bunun daxilindən çıxdı da, belə deyim, text box'un daxilindən çıxdı. Bir dənə klikləyirik. Bu dəqiqə. Bunu bağlayayım deyirəm. Gəlirəm təzədən bura. Aha. Baxın, text box'un daxilində sadəcə text box'un daxilində qalan hissə görünür. Kənarındakı hissə uzanır, belə deyim də, yoxa çıxır. Biz bunu gəlin belə ayıraq, kənara klikləyək. Biz bunu uzatdıqca yazılarda görünməyə başlayacaq. Söz yazmışsınız, text box'un daxilindən çıxıb kənara, siz bunu uzatdıqca onlar görünəcək. Bunu da belə eləsəz, yəni balacalaşdırsanız da görünəcək hamısı. Sonra bu da yenə şriftin rəngidir. Məsələn, qırmızı seçə bilərsiniz. Şriftə stroke vermək, yəni kənar xətt vermək. Klikləyirik, kənar xətt veririk. Yəni bunu düzəldim. Üstdən xətt olmaz. Kənarına stroke veririk. Baxın, yaxınlaşdırıram. Kənarında stroke var. Bunu outside, inside olaraq dəyişə bilirik. Effekt verə bilirik. Klikləyirik bura. Baxın, burada bunları ayrıca dərs kimi keçəcək, amma belə göstərirəm. Drop shadow. Burada məsələn x-i, y-i artıqca kölgənin istiqaməti dəyişir. Separate nədir? Yayılma. Məsələn, bunu qoyaq. Dəqiqə niyə olmadı? 100 seçdik.
bulurlamadı. Bir dəqiqə separate niyə olmadı? Bunu detach eləyək. Artıraq, artmadı. Nə deyir burada? Sadəcə şeylərdə, fiqurlarda olur. Framelərdə, fiqurlarda olur. Yazılarda deyir separate, yəni yayılma olmur. Okey, bunu bağladıq. İndi bunun rəngini vermişik. Bax, burada rəngin daxilində klikləyirik. Baxın, gradient verə bilir. Gradient nədir? Məsələn, iki rəng arasında keçid yaradır. Məsələn, bunu mavi rəng stroka vermişik, yox, filə vermişik. Bir dənə stroku bağlayaq. Liner verdik. Gəlirik, məsəl üçün, buradan rəngi belə bir şey seçək. Məsələn, mavi. Buradakı yazının opacitəsini artıraq, məsəl üçün. 80 eləyək. Buradan aşağı doğru çəkirik. Belə bir şey. Bunu fiqurlarda falan verəndə daha yaxşı olur. Gradient, yəni keçid, iki rəng arasında keçid yaradırıq. Və siz bura kliklədikcə əlavə rənglər yerləşdirə bilərsiniz, nə qədər istəsəniz. Keçdik bura. Bu da fiqurlarda istifadə olunacaq. Bu patterndir. Bunu keçərik o bir növbəti dərsdə. Elə ki, bir dənə fiqur seçirsiniz. Orada select resource deyir. Fiqur seçirsiniz və onu pattern kimi bütün hər yerə naxış kimi yerləşdirir. Sonra baxaq. Baxaq, klikləyək burada. Filimiz hara etdi? Burada pattern seçilib. Burada şəkil əlavə eləyə bilərik daxilindən və ya video əlavə eləyə bilərik. Bu seçimdir. Sonra bunu silirik. Burada nə var bizim? Comment üçün toolumuz var. Klikləyirik. Nə istəyirsiniz kommentara yaza bilərsiniz. Figcəmdəki kimi. Gəlirik buradan pluginlər. Klikləyirik buradan. Baxın, burada assetlər var. Mən ən çox istifadə etdiyim pluginlərdən biri, məsələn, Unsplash'dir. Klikləyirik buradan, bizə keyfiyyətli şəkillər verir. Məsələn, buradan ən başlıq seçirik. İstəsəniz buradan axtarıza bilərsiniz, istəsəniz buradan seçim də eləyə bilərsiniz. Məsələn, kliklədik animal. Və burada qəşəng keyfiyyətli şəkillər verir bizə. Klikləyirik, ekrana düşür. Düşdü. Baxın, şəkil budur. Nə istəsəniz buradan seçirsiniz, axtarırsınız, düşür. Sonra, burada flat icon var. Flat icon nədir? İkonlar üçün istifadə olunur. Klikləyək, açılsın. Burada məsəl üçün mid wireframe falan yerində ikonlar falan yerləşdiririk axı. Məsələn, axtarırsınız buradan məsələn like ikonu axtarırsınız. Baxın, burada hamısı var. Burada stillərini seçə bilərsiniz. Necə olsun, məsələn, fill olsun, stroke olsun, gradientli olsun və yaxud handwriting dilləri, əldə çizilmədə hand draw. Belə olsun. Burada qara rəngli olsun, gradientli olsun və ya buradan xüsusi bir rəng seçirsiniz. O rəngə uyğun, məsəl üçün. Like-dır, gəlirik buradan. Buradan rəngləri çıxır qabağımıza. Buradan ölçüsünü seçirsiniz. Hansı ölçüdə istəyirsiniz, ona uyğun gəlir. Və buradan plusa klikləyəndə düz belə çox detallı ikonlar istifadə eləmirik. Məsələn, gəlirik buradan seçirik, düşür bura. Çalışın, məsəl üçün 24 yox, daha böyük ikon götürün. Plusa klikləyək. Sonra bunu kiçildəndə daha da keyfiyyətli ola bilsin. Məsələn, 24-ə kiçildəndə bunun ölçüsünü buradan kontrol edək. Və 64-ün 64-dədir. Bunu kiçildəndə, 24 eləyəndə seçək. Bağlayaq. 24. Bu ondan daha keyfiyyətli görünür. Böyük ölçü götürüb kiçildəndə daha yaxşı olur. Yəni, çalışın kiçik ölçü götürməyin. Böyük ölçü götürüb sonra kiçildin. Sonra indi gəlin, bura qaldı. Baxın, bu bizim dizayn hissəmizdir. Burada Figma Draw var. Figma Draw nədir? Klikləyək. Baxın, burada ancaq Figma Draw'da şəkil çəkmək üçün alətlər var. Bax, məsələn, seçirik, fırçan falan seçirik. Buradan qalınlığını seçirsiniz, növünü seçirsiniz, necə olacaq. Məsələn, gəlirik buradan, klikləyirik. Bax, belə. İstədiyiniz formada əlavələr eləyə bilərsiniz.
Buradan qələm seçə bilərsiniz, buradan pen seçə bilərsiniz. Belə necə istəyirsiniz əlavə edirsiniz burada. Sonra buranı da bağlayaq. Bura bizim dizayn hissəmizdir. Burada dev moddur. Developerlar üçündür bu hissə. Burada biz klikləyəndə düzdür premium hesabı istəyəcək. Bu nədir? Baxın sağ tərəfdə görürsünüz bizdə paddinglərin, hündürlüklərin falan hamısının kodlarını verir. Proqramçı nə edir? Gəlir hansısa bir obyektə klikləyir. Sağ tərəfdə onun kodları yazılır. Məsələn, CSS kodu yazılır burada. Və proqramçı götürür bir dənə copy, bir dənə də paste eləyir. Hazırdır. Yəni biz yığdığımız dizaynı sadəcə klikləyəndə sağda kodları görünür və onu copy paste edir, başlayır şey eləməyə, istifadə eləməyə. Dizayn moda qayıdaq. İndi sizlə bir dənə wireframe yığaq, kiçik nümunə olaraq. Tamam ki, biz bir dənə sayt yığacağıq və mütləq şəkildə margin çıxırsan? Yox, siz baxırsınız. Siz hələ ki baxacaqsınız. Biz indi düşünürük ki, sol tərəfdə təbii ki logo olacaq. T-yə basarıq. Logomuz olmadığına görə bura bir dənə logo yazacağıq. Logo. Gəlin bunu böyüdək ölçüsünü. Seçirəm bunu. Gəlin məsələn 64, 48, 48 qoydum bura. Gəldim bura, yerləşdirdim bu hissədən. Bura oldu bizim logomuz. Və burada başlıqlar olacaq. Əgər istəyirsinizsə wireframe olaraq bu tip fiqurlardan istifadə edin. Məsələn, wireframe-də biz yazıları belə göstərir. Hətta biraz yaxınlaşdırım. Burada round var. Baxın. Ümid siz buranı başa salın sizə. Daha doğrusu sonra başa salaram. Baxın, burada corner radius var. Corner radiusu artırırsa bunun künclərinin radiusu daha da yumrulaşır. Burada da opacity var. Bunun oxunurluğu. Məsələn, bunu sıfır edərsə görünməyəcək. Bunu artırsa tam görünəcək. Görünürlüyünü təyin edirik. Sonra məsəl üçün buradan gəlirik, alt düyməsinə basıb saxlayanda keçəndə dediyimiz kimi kopyası çıxacaq. Bir dəqiqə. Alt düyməsinə basıb saxlayıram. Və məsələn, aralarındakı məsafəni də göstərir ki, nə qədər olacaq. Məsələn, 4 qoyduq. Əlimlə 4 oldu. Bir dənə də kopyasını çıxarıram. Buraxdıq. İndi bunu biraz məsələn üzərində oynayırıq. Birini belə eləyirik, birini belə. Məsələn, birini də bunun eynisini bir dənə kopyasını çıxaraq bura. Belə. Biraz uzaqlaşdırana bu yazı vibe verir. Dizaynda yazını göstərmək üçün bu tip istifadə edirlər. Məsələn üçün kartları falan hazırlayanda göstərəcək. Məsələn, gəlirsə burada yazının olduğunu göstərmək istəyirsə, bu tip alt düyməsindən gətiririk burada, shiftə basırıq. Shiftə basanda bir xətt üzərində hərəkət eləyir. Yəni shifti buraxsam, baxın belə hərəkət eləyəcək. Shiftə bassam bir xətt üzərində hərəkət eləyəcək. Gətirdim, məsələn, buraxdım. Ctrl Shift Z-də qabağa vermək. Ctrl Z arxaya verməkdir, Ctrl Shift Z qabağa. Bunu bir dənə yaxınlaşdırım. Gətirdim, buraya yerləşdirdim. Shift Z. Nə? İndirik basanda nə? Kopyasını çıxarıram. Shift-lə buraxdım. Ctrl D-yə basanda həmin əməliyyatı təkrarlayır. Ctrl D-yə basıram. Həmin əməliyyatı təkrarladım. Məsələn, bunun biri artıq ola bilər. Nəyə görə? Gəlib burada, əgər sizdə profil olacaqsa, bir dənə buradan ellips seçirik. Baxın, ekrana klikləyəcəm və Alt-la Shift-ə basıb saxlayacağım ki, mərkəzdən böyüsün. Baxın, Alt-la Shift-ə basıram, baxın, mərkəzdən böyüyür. Amma buraxsam, baxın, mərkəzdən nizamsız böyüyür. Alt-la Shift-ə basıb saxlayan kimi düzəlir. Mərkəzdən böyüyür. Məsələn, gəlirik, bunun ölçüsünü kiçildirik, kiçildə. Və mərkəzdən böyüyüb kiçilməsi üçün əlavə olaraq, baxın, buradan klikləyirik. Burada elə bil ki, hündürlüyü və uzunluğu bir-birinə bağlayırıq da, elə bil ki, zəncir kimi. Kliklədik, baxın, bura birləşdi. Yəni, mən burada eləsəm bunu, məsələn, 64, bu da avtomatik olaraq 64 olacaq. Amma mən bunu açsam, bunu 64 eləsəm, bunu eləsəm, açıram bunu. Bunu eləyirəm 32. Baxın, amma bu dəyişmədi.
Çünki aralarındakı əlaqəni qopardım. Bunu təzədən bağlayıram. Aha. Gətirirəm, məsəl üçün, bura bizim profil hissəmiz olacaq. Çalışın ki, margin üzərinə düşməsin içinə. Tutalım ki, bura bizim profil hissəmiz oldu. İstəsəniz əgər profil hissəsinə şəkil də yerləşdirə bilərsiniz. Məsələn, gəlirik buradan, pluginə keçirik. Bu ikon da qoya bilərsiniz, şəkil də qoya. Baxın, burada mən ancaq istifadə edirəm. User profil avatar. Buna nə? Rekordda görəsiniz. Bura user profilə klikləyirəm. Başlayır, loading edir. Burada deyir ki, seç görüm nə, female olsun, male olsun, emosiyası necə olsun, saç rəngi, göz rəngi falan falan falan. Və şəklin mənbəyi hara olsun. Yəni, Unsplash'da mən göstərdiyim yerdən olsun, ya Pexels'dən olsun. Mənim fərqi yoxdur. Random bir şey atım. Klikləyirəm bura. Hop, bir dəqiqə, çox böyük atdı. Mən gözləyirdim figurun içine atsın. Maria Sharapovan'ı göndərdim bura. Klikləyirik buranı. Tenis. Buradan bağladığıma görə klikləyirəm. Buradan bağlayıram. Belə. Bunu indi bunun daxilinə atmaq istəyirik. Kənarına açsaq, belə round da verə bilərik, corner radius da verə bilərik. Məsələn, bunu eləsəm 1000. Dairənin içinə kliklədim, vermədi. İndi biz nə edəcəyik? Bir elə variant var. Bir də ki, bu ikisini seçirəm. Bu ikisini hətta biraz da böyüdüm. Üstdən də böyüdüm. Nə edirəm? Bu ikisini seçirəm. Aha. Baxın, burada mask var. Use mask var. Klikləyirəm. Mask olur daxilinə. Yəni, içinə düşür. Bunu hərəkət elətdirirəm. Baxın. Gəldi, düşdü. İstəsək bunu şəklin üzərinə klikləyirik. İkisini də seçdim. Mouse'la. Seçsəm biraz da belə olur. Belə yerləşdirə bilirik. Belə. Orada data analitika dərsi keçilir. Nəysə, şəkil atdıq bunun içinə də, belə də olur. Yerləşdiririk, gəlirik bura, qoyuruq. Aha, belə yerləşdirdik məsəl üçün. Sonra istəsəniz bura səbət ikonu, buradan klikləyirsiniz, flat icondan götürə bilərsiniz. Bunlar mənim istifadə edədiyim pluginlərdir. Buradan belə saxlayın ki, qoy düşsün, eləyə bilərsiniz. Hətta istifadə eləyin. Məsəl üçün, burada sizə tövsiyə edəcəyim bir şey var, Lorem Ipsum. Lorem Ipsum nədir? Baxın, tutalım ki, bizim wireframe hazırlayanda, gəlin hazırlayaq elə. Amma mən high wireframe hazırlayacağım da, şəkil falan hər şey atacağım. Ya da ki, mid hazırlayaq, sizə də çətin olmasın. High eləyək, yaxşı. T'yə basıram, məsələn, buraya yazıram. Home yazıram. Yazını kiçildirəm. Məsələn, verirəm bura 24. Home'un stoku bağlayım, belə olmalıdır. Aha. Sonra səhifədə nə ola bilər? Home var, sonra kontakt hissəsi ola bilər. Kontakt hissəsi ola bilər. Nə ola bilər? Olar, məsələn, kateqoriya yerləşdiririk. Onu ən sağda hələ ki başlıqlar olaraq naviqasiya keçidlərimizi qoyuruq. Sonra məsəl üçün about us ola bilər. Bir dəqiqə. Bu yazılar okulunun üstündə olmalıdır. Yox, məcbur deyil. Gəlirik buradan nə yazırıq? About us. Bunu göstərəcəm. About us qoyuram. Yox, elə olmur. İndi göstərəcəm. About us. Sonra nə ola bilər? Məsəl üçün filiallar ola bilər. Məsələn, stories. İndi baxın, bunların arasındakı məsafə görürsünüz nizamsız. Məsələn, belə atıram. Birini atıram belə aşağı, birini atıram yuxarı belə. Baxın, aralarındakı məsafə nizamsızdır. Mən bunları seçirəm hamısını bir yerdə.
Baxın, burada alignment var. Alignment nədir? Nizamlama. Bax, mən buradan deyir ki, align vertical center, yəni X oxu üzərində hamısını nizamla. Klikləyirəm. Baxın, X oxu üzərində hamısı bir xətt üzərində nizamlandı. Amma aralarındakı məsafə yenə fərqlidir. Gəlirəm, bax, burada. Burger var ya, burada. Ona klikləyirəm. More actions yazılıb bura. Deyir ki, horizontal şəkildə aradakı boşluqları nizamla. Klikləyirəm. Baxın, horizontal şəkildə hamısının arasındakı məsafəni nizamladı. Məsələn, deyirsən ki, ayda səhv elədim, mən kontaktı axıra atmalıydım. Amma məsələn, kateqoriya ilə və about-asına yerini dəyişməliydim. Baxın, burada yaxınlaşdıran dairə var. Gətirirəm, bunu belə sürüşdürürəm. Heç bir aradakı məsafə itmədən eyni saxlayır, yerlərini dəyişirik. Sonra deyirsiniz ki, aralarındakı məsafə çoxdur. Biraz azaltmaq istəyirəm. Baxın, burada xətt var. Bunu azaldıb çoxalda bilirik. Bax, belə. İstəsəz belə əllə artıra bilərsiniz. Ya da ki, baxın, burada deyirəm, nə axtarsaz sağda tapacaq. Bax, spacing. Spacing yəni boşluq. Məsələn, bunu verirəm 24. Aralarındakı məsafəni proqram elədim 24. Burada opacity, yəni oxunurluğunu artırıb, məsələn, 20 qoysaq daha sönük olacaq. 100 qoyuruq, təbii ki. Rəngini soldurur, opacity-ni azaltmırıq. Opacity-ni azaltmaq çox az hallarda istifadə edirik. Bütün buradakı rəngini falan, stroke, effekt nə istəyirsiniz verə bilərsiniz buradan sağ tərəfdən. Aha, indi gəldik, buranı yerləşdirdik. Baxın, indi biz saytımızın necə görünür, hələ ki, baxmayaq, ya da ki, baxaq. Saytımızın necə göründüyünə baxmaq üçün, baxmaq istədiyimiz frame'in adına klikləyirik. Məsələn, bu olur home. Yazıram. Home'a klikləyirik. Baxın, burada play işarəsi var. Present işarəsi. Klikləyirik, baxın, present. Yəni, başqa səhifədə sayt hazır olanda necə görünəcək, onu sənə göstərir ki, sayt hazır olanda necə görünəcək. Əgər bizim dizaynımızı proqramçı eyni şəkildə yığa bilsə, sayt belə görünəcək. Burada mən ekranımın ölçüsü kiçikdir deyə, buradan eni biraz da yığcamlaşdırıram. Baxın, belə. Saytımız belə görünəcək hazır olanda. Baxırsınız, məsəl üçün, ola bilər ki, 24 ölçü böyük gəldi. Burada bütün hamısını seçirik. Gəlirəm buradan, məsəl üçün, 24 eləmirəm, eləyirəm, məsəl üçün, 16. Baxıram. Məsələn, 16 daha yaxşı göründü, incə göründü. İndi nə edirik? Bunları qruplaşdırırıq. Qruplaşma nədir? Qısa yol olaraq Ctrl-2. Qruplaşdırdıq. Bunu seçirəm və bu profil işarəsini seçirəm. Bunların aralarındakı məsafə fərqlidir axı. Gəlirəm, bayaq göstərdiyim kimi. Bura keçirəm, aralarındakı məsafəni eyniləşdirirəm. Kliklədim. Aha, oldu. Nəyə görə qrup elədim? Onu sizə başa deyim. Ctrl-Z eləyim. Qrupu dağıdım təzədən. Aha. Qrup deyil. Aha. Əgər mən qrup eləmədən bunların arasındakı məsafəni düzəltsəydim. Baxın, indi görünəcünə düşəcək. Gəlirəm. Bunu, baxın, aralarındakı məsafə çox başladı artmağa. Mən qrup elədim ki, Figma bunları bir obyekt olaraq görsün. Qrup şəklində bir obyekt olaraq görsün və 1, 2 və 3 dənə obyektin arasındakı nizamlama ailəsində aralarındakı məsafəni nizamlasın. Klikləyirəm buradan, baxın, indi oldu 3 dənə fiqurun arasında məsafəni nizamladı. Baxırıq, elə daha yaxşı görünür. Mouse'u gətirəndə, baxın, bu üstünə düşür deyə gəlir. Buradan parametrlərdən istəsək, buradan hide UI var. Klikləyirik, baxın, gəlmir artıq. Yəni, gizlətdik. Qısa yol olaraq Ctrl, bir də Enter'in üzərində belə slash işarəsi var. Ona basanda, düzəlmədi. Ctrl, screenshot aldım deyim. Hə, düzəldik. Kənara Ctrl, bir də slash'a basırıq, bağlanır. Düzəl də. Peki, mən Ctrl-ım işləmir. Hə, ola bilər dilindən. Hə, ingiliscə qoyaq. Düzdür. Ctrl dəstə, hə, bağlandı. Düzdür, dilindən idi. İndi açıram, klikləyəndə açılır. Belə, saytımız belə görünür. İndi biz bir dənə search inputu qoymalıyıq. Axtarış üçün. Bir dənə rectangle yerləşdiririk. Məsələn, istəyirik ki, ölçüsü bu qədər olsun. Məsələn. Hündürlüyünü, məsəl üçün, 24 qoyacaq. Gələk buradan hündürlüyünə baxaq nə qədərdir. 17-dir. Bunu eləyirik 24. Aha. Və round veririk. Roundda, məsəl üçün, qoyuruq 12.
Baxın, fikir versəniz, mən həmişə 8-ə və 4-ə bölünən rəqəmlərdən istifadə edirəm, cüt rəqəmlərdən istifadə edirəm. Proqramçı da yaxşı, rahat yıxsın. Bizdə də işləmək asan da olsun. Bunu nəyə görə deyirəm? Baxın, proqramçıların əksəriyyəti RAM-lə işləyir. Bəziləri faizlə işləyir, amma əksəriyyət RAM-lə işləyir. Bizim 16 pikselimiz onların 1 RAM-i olur. Məsəl üçün, piksel to RAM yazıram. Biz piksellə işləyirik. Baxın, biz 16 piksel yazanda, baxın, bunun kodu asandır. 1 RAM olaraq burada kodunu yazır. Amma biz yazsaq ki, məsəl üçün 17 piksel, bu yazır 1,0,1000-63 falan, daha çətin olur. Məsələn, qoyuruq 24, 1,5 RAM. Məsələn, qoyuruq, məsəl üçün 12, 0,75 RAM. Məsələn, nə qədər qalıqlı olsam, yəni minimallaşsaq, o qədər rahat olacaq. Məsələn, qoyuruq 21. 313 bu şeylərin rəqəminə döndü oyun. 313 oldu. Nəysə. Nə? Yox. Biraz çox danışdım. Aha. Qoyduq buradan biz inputumuzu. Inputumuzun rəngini gəlin solduraq. Məsələn, qoyaq 20. 20 qoyduq və kənarına stroke veririk. Klikləyirik, stroke düşür. Stroke'un da rəngini biraz da açıq edirik. Məsələn, belə. Bu oldu bizim inputumuz. Fiiliyyatda sıfır eləyə bilərik. Hə, istəsə ikon da qoya bilərik. Məsəl üçün, gəlirik bura, flat icon. Search yazırıq. Daha minimal, daha sadə. Necə? Buradan qoyacaq. Hansı? Bunu daha az detallı olanı seçirik. Bunu. Hansı? Daha az. Yox. Bu. Əllə olan altında var. Əllə olan. Bu. Əyri durur axı. Bu tərəfə əyilməlidir. Ölçünü 64 seçdik. Klikləyək, düşsün. Yaxşı, bu sənin xətirinə. Amma siz istifadə eləməyəcəksiniz bunu. Böyle bir nümunə olaraq. Hara düşdü bu, baxa görək. Görürsən, işin içinə də düşmür, bax. Klikləyək. Aha. İndi bunun ölçüsünü dəyişməliyik biz. Gəlirik buradan, bunları bağlayaq. Məsələn, eləyək 24, 16 eləyək, yəni 16. Bir dəqiqə, ikonu da seçməliyik. Bunu da eləyək 16. Bunu bağlayaq. Eləyək 16. Aha. Biraz küçük oldu, böyüdərik. Gəlirik, bunun daxilinə yerləşdiririk. Yerləşdiririk bunun daxilinə. Necə pis görünür bu ikon burada. İndi nə edirik? Daxilinə bir dənə də search sözü yazırıq. Gəlin əllə yazaq. T'yə basırıq. Hansı saytda? Mən görməmişim. İndi bunun rəngini biraz da soldururuq. Search sağda olur ikonu. Biraz da soldururuq, baxın. Belə görünür. Üst hissəni demək olar ki, biraz da yığdıq. Gəlir indi bizim kartlarımız olan hissə. Nə edirik? İstəsəz bunları qruplaşdıra bilərsiniz ki, dağılmasın. Gəldik, Ctrl-C'yə bastıq, bu oldu, qruplaşdırdıq. İndi məsələn, gəlirik ikon, daha doğrusu rectangle seçirik buradan. Rectangle da seçə bilərsiniz, buradan frame də seçə bilərsiniz. Frame. Gəldik, məsəl üçün, burada diqqət edin. Kartlarınız mütləq şəkildə columnsdan başlayıb columnsda bitməlidir. Fərqi yoxdur, bu columnsda bitir, bu columnsda bitir və yaxud burada. Fərqi yoxdur, harada bitir, bitsin. Amma columnsda bitməlidir mütləq şəkildə. Belə olmaz, ortasında olmaz və ya bunun əvvəlində olmaz. Mütləq hansısa columnsun sonunda bitməlidir və heç vaxt bu margin üzərindən başlamırsınız. Bura heç nə qoymuyor, onu yadınızda saxlayın. Məsələn, gətirdim, bu qədər elədim columnsa. Buraya yerləşdirdim. O frame yerləşdirdim. Frame yerləşdirdim, değil mi?
Fayla gəlirik buradan. Baxın, layers var. Buradan layers'ın daxilində bütün komponentlərimizi görə bilirik. Yazılır adı. Məsələn, frame 1. Bütün layer'lar var burada. Bu home'un daxilində, bax, başlıq olaraq home'dur. Və bunun daxilində bütün hər şeyi görə bilirik biz. Gəldik. İndi buna biraz da stroke verək. Qruplara da ad verə bilərik. Hər şey. Ad versək daha yaxşıdır. Çünki sonra bizə lazım olacaq onların adları. Gəlin effekt verək. Kliklədik. Drop shadow düşdü. Niyə görünmür belə? Dəqiq biz frame verdik. Bunu da silim. Qayıt. Escope da belə. Fill verək bir dənə. Rəng verdik. Qırmızı rəng verməyək. Necə? İndi stroke verək. Stroke da verdik. Gəlin bir dənə kölgə verək. İndi bunları ləğv eləyəcəm. Stroke ləğv eləyirəm. Kölgə qalır. Kölgənin üzərində dəyişiklik eləyəm. Məsələn, separate'i yayılmaq. Bunu eləyək 0. Blur'u artıraq. Blur'u biraz artırırıq. Sərt yox, daha yumuşaq kölgə olur. Daha blurlu kölgə olur. Məsələn, bu oldu bizim kartımızın üzərindəki, daha doğrusu kartımızın. İndi bunun üzərinə şəkil atacağıq. Gəlib Unsplash'dən götürə bilərik. Haradan siz götürə bilərsiniz? Məsələn, Unsplash'dən götürdüm. Nə yazaq bura? T-shirt yazdım. Qəribə t-shirtlər yazdım. Gəlin, nə ataq? Bunu ataq. Gəldi, düşdü bu figurun düz üstünə. Okey, olsun. Əslində üstünə düşmək istəmirdim. Kənara klikləyim. Belə düşdü. Figuru seçsəz, figurun üzərinə düşəcək. Bunu indi kəsəcəm. Bunun daha asan yolu var. Avtolayoutla. Bunu inşallah növbəti dərslərimizdə keçəcəyik. Məsələn, bura yerləşdirirəm. Gəldim. Buradan da məsələn ölçü bu qədər verirəm. Bu üçün nizamlıyım. Yox, böyle seçim buradan. Bunu bağlayayım. Mərkəzdə. Biz kartın aşağısını nə qədər istəyir uzada bilərik. İndi gəlin bura sözlər yazaq. Məsələn, nə yazırıq? T-shirt yazaq məsələn. T-shirt yazdıq. Gəlin bunun biraz ölçüsünü böyüdə eləyək. Məsələn, 24. Dəqiqə seçək. Gəldi 24 elədik. Yerləşdirdik bura. Bura yerləşdirdik. Və indi bunun altına bir dənə mətn yazmalıyıq. Biraz haqqında. Necə? İndi bunu sizə qısa yolunu göstərəcəm. ChatGPT-dən də götürə bilərsiniz. Burada plugin var. Keçirəm buradan pluginlərə. Lorem Ipsum var burada. Klikləyirəm, açılır. Burada belə bir mətni atır bizə. Mətnin heç bir mənası yoxdur. Sadəcə gözlə. Məsələn, burada deyir ki, 3 cümlədən ibarət olsun, 3 sözdən, 3 karakterdən, 3 paragrafdan. Məsələn, bizə 3 dənə söz bəs eləyir. Generate eləyəcəyik. Klikləyirik. Baxın, bizə generate elədi. Bir dənə Figma belə bir şey yazdı. Söz atdı. Əgər siz istəsəniz, məsələn, elə dizaynlar var ki, sözdən ibarət olur. Məsələn, qəzetlərdə falan, qəzet dizaynlarında olur. Uzun mətn yazmalısınız. Ərinirsə də yazmaq. Ora seçirsiniz. Bir dənə belə bir söz yazırsınız, nəsə bir şey. Oradan Lorem Ipsum'a keçib, buranı seçib Lorem Ipsum'a keçəndə, məsələn, bir paragraf yazsaz, generate eləsəz, avtomatik olaraq generate eləyəcək bütün sözləri. İndi təbii ki, bunun ölçüsünü seçməliyik. Başlıqla alt başlığı təyin eləmək üçün demişdim sizə bir dəfə. 1.5-ə bölürük.
Burada məsələn bir şey yaxşıdır ki, burada bölmə işarəsi 1.5 yazırıq. Enter'ə basanda özü hesablayır. 16. Bir dəqiqə seçək bunu. Aha. İndi buradan bölmə işarəsi 1.5 yazıram. Enter'ə basıram. Baxın bu oldu 16. Buradan da dizaynımıza baxırıq. Bir dəqiqə yenilənsin. Aha. İndi gələcək bura məsələn nə qoyaq? Bura like qoya bilərik. Gəlirik. Səbət işarəsi. Niyə belə səs? Rekorda düşməsin deyə. Aha, gəlirik. Tez-tez buradan seçək. Basket yazaq. Görək nə çıxacaq. Olsun. Nə olsun? Araba formasını yoxdur. Bu da birinci gözümə bu deyildi. Baxırıq. Sonra gəlirik. Aha. Böyük seçmişik, kiçikləri. Sonra nə? Like seçirik. Dollar. AZN yazarıq. Nə edirik? Gəlirik buradan kənara atırıq. Bunun ölçüsünü kiçiltməliyik biz. Bağlayırıq. Nə eləyək? 24. Bunu bağlayaq. Aha. Gəlirik bunun daxilinə yerləşdiririk. Bura. Belə bir hara istəyir yerləşdiririz. Bunu da eləyəcək 24. Gəlirik bunu hara istəyir. 24 eləməyək bunu. Böyüdək biraz. Eləyək 32. Aha. Məsələn, gətiririk buraya yerləşdiririk. Hı? Kartın üzərində yoxdur. Bu məhsulun görünəcək hissədir. Sonra nə qoya bilərim? Buna məsələn biraz round verək. Verək məsələn üçün 12. Kartı eləyək də. Belə. Sonra. Bax məsəl üçün qara tişörtün üzərində bu görünməyəcək. Bunun üçün nə etməliyik? Yəni arxasını rəngləməyəcək, amma bura məsəl üçün bir dənə klikləyirik. Bunu nə edirik? Ölçünü eləyək. Bu nə qədərdir? 24 də. Bunu da eləyək məsəl üçün 32 falan. 32 eləməyək 24 28 falan nəsə bir şey eləyək. Yəni bunun ölçüsünü tapaq hardaydı. Bu 100-dür. Bunu eləyək. Eləyək bunu 28 eləyək hələ ki. Gətirirəm bunu ağ rəng eləyib atacam bunun üzərinə. İndi aşağısına atacam bunu. Aşağıya, arxaya atmaq üçün gəlib buradan sürüşdürüb aşağı da ata bilərsiniz, ən aşağıya doğru. Aha, belə. İstəsəz əgər Ctrl bir də P-nin yanında dırnaqlı mötərizələr var. Onlara kliklədikcə baxın burada artıb azalacaq. P-nin yanındakı dırnaqlı mötərizələrlə klikləyib aşağı yuxarı ata bilirik. Aha. İndi gəlirəm bunlar nizamlı deyil axı. Gəlirəm nə edirəm? Bunların ikisini də seçirəm. Budur. Ürək hansıdır? Aha, budur. Bir də bu ellipsdir. İkisini də seçirəm Ctrl-la. Seçilidir. Bunları nə edirəm? Buradan align edirəm. Düz X ox üzərində və Y ox üzərində align elədim. Amma ürəyin forması qəribədir deyə pis göründü. Məsələn, neçə eləyək? 32 eləyək. Aha, təzədən align eləyirik, seçirik. Elədik align. Gözümə yaxşı görünməli birazcık. İndi bunları seçirəm, qruplaşdırıram Ctrl-C ilə. Aha, indi baxaq. Belə rəngini də dəyişə bilərik. İstəsək. Nə edirik? Nə? Bunu. Enni.
Yəni get-gedə yuxarı çıxır da, nə deyirsiniz ona? Hə, gradient kimi. Yəni Öz işinizdə eləyin, gətirin, baxaq. Nə edirdik? Ha, bunlar bir dənə qruplaşdıraq. Ctrl-C. Ha, qiyməti qaldı, qiymətini də yazarıq. Sonra gətiririk bura. Ctrl-D-yə basıram, kopyalanır. Bir dənə Ctrl-D-yə basıram, kopyalanır. Baxın, margin üzərinə düşmədi. Nə edirəm? Gətirirəm bura. Alt düyməsindən bir dənə kopyasını çıxarıram. Aralarındakı məsafəni dəyişərik. Aha. Biraz aşağı eləyək. 22, okey. Necə? 4-ünü seçdim. Alt düyməsindən dartdım aşağı, kopyaladım. İndi bura bir dənə başlıq yazmaq lazımdır. Bunun kopyasını çıxartdım. Yeni kolleksiya yazaq. Və ölçünü kiçildəyək. Bu çox böyükdür. Eləyək bunu 32. İndi yazını seçməliyik birinci. Bunu eləyək 32. Gətirək. Hətta 32 yox. Bunu medium eləyək. Belə və yazını biraz da eləyək. Kiçildə 24 edəsək. Baxaq görək necə görünür 24-lə. İşləyərək bura mütləq şəkildə baxmalısınız ki, necə göründüyünü biləsiniz. Qeydir, pis görünmədi. Baxın, hələ ki biz high wireframe hazırladıq. Bu bizim high formamızdır. Amma kartların rəngini çox da bəyənmədim. Daha ağa yaxın seçmək istəyərəm. Qəşəng idi. Hansı daha yaxşıdır? Hansı? Bu daha yaxşıdır. Bu daha yaxşıdır. İkisi də heç bir yaxşı deyil. Yaxşı, rəngliyin eləyək. Yaxşı. Mən yəni bu saytda sadəyə bozuntu onları araşdırdım. Daha kölgədə, yəni rozovun olmadığı. Bu biraz rozovun görünür, rozovun. Buradan rəngi dəyişə bilərik. Belə seçirik. Desin rəngi boz deyil. Yəni tam boz deyil. Açıq ağla bozun arası kölgə. Gradient eləyək deyirsiniz. Ona Yoxsa? bənzər bir şey. Gəlin yaxşı gradient eləyək. Buranı nə rəng eləyək? Yəni ümumilikdə rəngi saytın öz ana səhifəsindən fərqlənən kartın rəngi nisbətən bozuntul olsun. Rəng istəyir, saytdakı rəng Çəhrayı yox, ağ necə yox, kölgə nə rəngdir? Məsələn, nəsə kölgəsi düşmür. Ondan bir tık fərqlənən bir Rəng seçin sadəcə, amma ağdan biraz daha boz kimi görünən. Ağdan biraz daha boz seçmişdik də. Buraydı yəni. Yox, məncə artıq çox çəhrayı. Dümağ budur. Boz istəyir, aşağı biraz aşağı düşün. Deyir biraz çoxdur deyir. Yəni baxaq da. İndirək. Belə. Gərək burada yazıların falan rəngində dəyişək. Məncə ən birinci yaxşıdır. Bu idealdır. Nəysə, belə qaldı. İndi nə edirik? Biz həmişə deyirik, site, header, body və footer hissədən ibarətdir. Nə edirik? Footer yerləşdirəcəyik. Footer üçün nə edək? Gəlin burada bir dənə kart, daha doğrusu rectangle götürək. Bu margində işarə edirik. Onu başa alacam. Yerləşdirdik. Bu bizim footerumuzun rəngini də gəlin biraz da tündləşdirək. Tündə də ağa yaxın bir şey. Enirik aşağı. Heç görünmədi ki. Əla, yaxşı görünmədi. Baxın, burada mən bunu yerləşdirmişəm, amma present eləyəndə baxın aşağıda yoxdur. Görünmür. Necə? Boşdur deyil. Baxın, burada home var. Bu bizim home'dur. Bütün işlərin olduğu desktop home'dur. Amma bu home'dan kənardadır. Nə edirik?
Bunu götürürük, gəlirik, atırıq homun daxilinə. Düşdü homun daxilinə. Baxın, düşdü. Hətta adını yazıram footer. Baxın, indi görünür. Burada istədiyimiz kimi yazılar yerləşdirib, logomuzu yerləşdiririk. Və Səbinə xanım, Nigar xanım dedi ki, bu da mənim nə idi? Burada şeydir, nəyə görə margin üzərinə düşür footerın rəngi. Baxın, əgər bizim margin üzərinə düşən hissə kliklənə bilən deyilsə, heç bir işləvi yoxdursa, sadəcə şəkil və rəngdən ibarətsə düşə bilər. Amma mən buna klikləyəndə harasa keçəcək, nə bilim, hansısa bir funksiya olacaq, onda qoyma olmaz. Bir dənə onu düşünün ki, bu margin üzərinə düşür daha doğrusu. Bunun üzərinə reklam düşsə mən nəsə itirirəm ya yox. Bir dənə onu düşünəcəksiniz. Əgər cavabı yoxdursa margin üzərində qalsın. Düşünün ki, bu belədir də, margin buradandır. Bunun üzərinə reklam düşsə biz nəsə itiririk, bəli. Amma bu rəngin üzərinə nəsə düşsə, heç nə itirmirik. Sadəcə logomuzu falan yazıları buradan şey edirik. Biz oraya yerləşdirsək ki, kontakt az və yaxud sosial media üzərinə reklam düşsə, yox, düşməməlidir. Sadəcə şəkil düşə bilər, rəng düşə bilər, yəni bu tip şeylər, yəni itsə nəsə belə üzərinə reklam düşsə nəsə itirməyəcək bir şeylər. Heç bir önəmi olmayan, kliklənə bilməyən, heç bir xüsusiyyəti olmayan bir şeylər düşə bilər. Burada əlavə yazılarınızı falan qeyd edirsiniz, göndərirsiniz, gedir. Hələ ki belə nə qədər, məsələn 25 dəqiqə falan olar bunu hazırladıq. Nizamlama falan hər şeyi göstərdik. Necə hazırlanır onu da göstərdik. Kaydı dayandıraq, sonra sualları cavablayaq. Kaydı durdur. Neçə dəqiqə oldu?